Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 5-ci siniflər üçün KSQ 3 A variantının izahlarını paylaşacağam. Bu nümunə 1 KSQ 3-ün izahıdır. Bundan sonraki videolarda da KSQ 3-ə aid bir sıra örnəklər paylaşacaq. Kanala abunə olaraq, videolarımızı bəyənib paylaşaraq bu məlumatlardan davamlı olaraq faydalana bilərsiniz. Eyni zamanda bizim dərslərimizlə maraqlananlar 055 418 8202 telefon nömrəsi ilə əlaqə saxlaya bilər. Gəlin, vaxt itirmədən keçək KSQ-lərin izahına. Söz yarası mətnini oxuyuruq əvvəlcə. Bir kəndli ayı ilə dost olur. Onlar tez-tez görüşürlər. Bir gün kəndli ayını evinə qonaq çağırır. Bütün dostlarına, qohumlarına da xəbər verir. Hamı kişinin evində toplaşır. Qonaqlıq şən və səsli küylü keçir. Axırda kişi dostu ayını öpür. Başqa bir dostundan xahiş edir ki, o da ayını öpsün. Amma o etiraz edir. Deyir, aydan pisi gəlir, mən onu necə öpüm? Bir gün meşədə ayı bu sözləri deyən kişi ilə rastlaşır. Ayı kişiyə yalvarır ki, kişi balta ilə onu yaralasın. Kişi ayının sözünü yerə salmır. Bir müddətdən sonra onlar yenə görüşürlər. Kişi ayının yarası ilə maraqlanır. Ayı deyir, balta yarası sağalıb, amma söz yarası əbədidir. Gərək hər kəs öz sözünün yerini bilsin. Mətnin tərkib hissələrlə bağlı uyğunluğu müəyyən eləyin. Giriş, əsas, nəticə. Ayı ilə ikinci görüş. Bu əsas hissəyə aiddir. Kəndli ilə ayının dostluğu. Bu giriş hissəyə aid olacaq. Deməli 1B yazacağıq. Kəndlinin dostundan xahişi. Bu da ikinci abzasdadır. İlk iki abzas giriş xarakteri daşıyır. Burada xahiş ikinci abzasdadır. Ona görə C-ni də 1-ə aid edirik. Kəndlinin öz dostu ayını yaralanması bu əsas hissəyə aid olacaq. 2A, D yazırıq. Nəticəyə də ayının incikliyini bildirməsi bu nəticədir. Y. 1BC, 2AD, 3Y. Cavab C variantı. İkinci sual. Ayı bunu eşidib çox pərt olur cümləsini mətnin rəqəm yazılmış hansı hissəsini artırmaqla mətni genişləndirmək olar? Ayı nəyə eşidib pərt olar? Təbii ki, ondan iyi gəldiyini eşitdiyi zaman. Baxın, deyir ki, burada ayıdan pis iyi gəlir, mən onu necə öpüm? Burada 2 qoyulub. Bu hissəyə artırmaq olar ki, yəni ayı bunu eşidib pərt olur. Deməli, ikinci cümlənin yerinə. 3. Mətnin ideyası nədir? Mətnin ideyası əslində son hissədə verilir. Deyir ki, balta yarası sağalıb, amma söz yarası əbəddir. Biz də onu atalar sözü ilə yaza bilərik ki, qılınc yarası sağalar. Söz yarası sağalmaz. Atalar sözü ilə biz bu mətnin ideyasını qeyd edə bilərik. Dördüncü sual. Tünd rənglə verilmiş ifadə həqiqi yoxsa məcazi mənada işlənmişdir? İfadəni digər mənada cümlədə işlədin. Deməli, tünd rənglə bu verilib. Kişi ayının sözünü yerə salmır. Sözünü yerə salmaq məcazi mənada işlənmişdir. Əvvəla yazırıq ki, məcazi mənadadır. Sonra deyir ki, ifadəni digər mənada işlədin. Yəni, həqiqi mənada yerə salmağı necə işlədə bilərik? Məsələn, o kitabı əlindən yerə saldı. Kitabı həqiqətən əlindən yerə sala bilər. 5-ci sual. Mətndən seçib yazın. 2 düzəltmə söz, 2 mürəkkəb söz. Gəlin mətni təmizləyək və düzəltmə və mürəkkəb sözləri ümumilikdə qeyd eləyək görək hansı sözlərdir. Bir kəndli, baxın kəndli düzəltmədir, kənddən yaranır. Ayı ilə dost olur. Dost olmaq mürəkkəbdir. Onlar tez-tez mürəkkəbdir. Görüşürlər, görməkdən görüşmək düzəltmədir. Bir gün kəndli bu düzəltmədir. Ayını evinə qonaq çağırır. Bütün dostlarına, qohumlarına da xəbər verir. Hamı kişinin evinə toplaşır. Topdan toplamaq, toplaşmaq bu düzəltmədir. Səsli küylü bu mürəkkəbdir. Qonaqlıq düzəltmədir. Axırda kişi dostu ayını öpür, başqa bir dostuna xahiş edir. Xahiş etmək düzəltmədir. Deməli, mən onu necə öpüm? Burada yoxdur. Bir gün meşədə ayı bu sözləri deyən kişilər rastlaşır. Rastdan rastlaşmaq düzəltmədir.
Yəni və s. bu qədər kifayət eləyər. Yəni xeyli mürəkkəb və düzəltmə söz qeyd elədik. Burada 2 dənə istəyirdi bizdən. Hərəsinə biz 4-5 dənə nümunə göstərdik. 6. Sözün başlanğıc forması haqqındakı verilmiş fikirlərdən biri yanlışdır. Sadə sözlərdə sözün kökü ilə başlanğıc forması üst-üzə düşür. Bəli, bu doğrudur. Məsələn, bir sadə söz yazaq. Tutaq ki, kitablar. Sözün kökü kitabdır, lar qrammatikdir. Başlanğıc forması yenə kitabdır. Köklə başlanğıc forma üstə düşdü. Düzəltmə sözlərdə başlanğıc formaya kök və leksi şəkilçilər daxildir. Doğru fikirdir. Sözün başlanğıc formasına həm qrammatik, həm də leksi şəkilçilər daxil edilməlidir. Edilməlidir fikri səhvdir. Sözün başlanğıc formasına qrammatik şəkilçə qədər olan hissə daxil edilir, düzdür. Bəli, başlanğıc forma qrammatik şəkilçə qədər olan hissədir və normalda biz qrammatik şəkilçini başlanğıc formaya daxil etmirik. Edilməlidir, səhv fikirdir. Növbəti sual. Hansı cümlədə bütün sözlər quruluşca sadədir? Babam bu yerlərdə məşhur ovçu kimi tanınır. Ovdan ovçu, tanımaqdan tanınmaq, düzəltmə sözlər var. Dostların bir-birinə sədaqəti, bir-birinə bu mürəkkəb sözdür. Maraqlı sərgüzəştlər, maraqlı düzəltmə sözdür. Deməli, digər nitq hissələri var. Daha doğrusu digər quruluşlar var. Meşədəki ağacların, meşə kökdür, dəki leksikdir, düzəltmə sözdür. Çoxu yerlərə yıxılmışdır, yıxmaqdan yıxılmaq, düzəltmədir. Deməli, ded olmaz. Rəhim dayı sabah kənddən şəhərə qayıtmaq istəyirdi. Buradakı qayıtmaq istəmək, ümumiyyətlə yadda saxlayın. Mag-mək feili ilə istəmək birlikdə işləndiyi zaman mürəkkəb feil əmələ gəlir. İndi bu 5-ci sinif materialıdır. 5-ci siniflərin materialında bu fikir qeyd olunmur, deyilmir. Yəni çox böyük ehtimal ki, burada cavabı D variantı götürüblər, amma yadda saxlayın ki, qayıtmaq istəmək, mag-məklə istəmək feili bir yerdə mürəkkəb feildir. Oxumaq istəmək, yatmaq istəmək, durmaq istəmək, qaçmaq istəmək, bunlar mürəkkəb feillərdir. Yəni bu sualda əslində doğru cavab yoxdur. Çünki mag-məklə istəmək feili mürəkkəb söz əmələ gətirir. 8. Hansı söz yönlük halda işlənsə, bitişdirici samitin işlənməsinə ehtiyac yaranar? Gəlin yönlük hal artıraq. Taxta, ya, taxta kökdür, a yönlükdür, y bitişdirici oldu. Deməli, a uyğundur. Şəhərə, şəhər, burada heç bir şəkilçiyə ehtiyac yoxdur. Fincana, fincan kökdür, a yönlük hal, heç bir şəkilçiyə ehtiyac yoxdur. Darağa, necə dəyişir bu? Darağa, kök nədir? Daramaq, daramaqdan daraq, yəni daraq, qeyğ əvəzlənməsi var, bu bitişdirici deyil, a da yönlük haldır. Deməli, bitişdirici olan taxtaya sözündədir. Tərkibində bir cür yazılan şəkilçi işlənməmiş cümləni istəyir. Nərgiz firmanın ən gənc əməkdaşıdır. Əməkdaş, daş burada bir cür yazılan şəkilçidir, var. Qardaşım ali məktəbdə təhsil alır. Burada yoxdur, çünki qardaşımda var, im, Məktəbdə da, də 2 cür yazılır. Təhsil alır, ir, bu da 4 cür yazılır. Telefonun yaddaş kartını çıxarıb stolun üstünə qoydum. Yaddan yaddaşda şəkilçisi bir cür yazılır. Burada var. D variantına da baxaq. Yurtdaşlarımızın qərib eldə bu cür həmrəy olmağı məni duyğulandırdı. Yurtdaş, daş burada bir cür yazılan şəkilçidir. Yəni D bəndində də var. Hansı bənddə yoxdur? B variantında. Davam edirik növbəti sualdan. Sözlərdən neçəsində ön şəkilçi işlənmişdir? Namus sadə sözdür. Layiq sadə sözdür. Laməkan, məkan sözün köküdür, la ön şəkilçidir 1. Nadan sadə sözdür. Bihal, haldan bihal. Bu ön şəkilçilidir. Antiq sadə sözdür. Baməzə, məzədən baməzə ön şəkilçili sözdür. Deməli 3 dənə söz oldu, cavab B variantı. Eyni kökülü sözlərdən ibarət olan cərgəni istəyir. Sarılıq, sarıq, sarınmaqdan sarıq, sarmaşıq, sarmaşmaqdan sarmaşıq. Bunlar eyni köklü deyil. Xəbər sadə sözdür. Sadə söz eyni köklü ola bilməz. Xəbərdən xəbərçi, xəbərdən xəbərdar. Burada xəbərə görə B variantını götürə bilmirəm. Meşə, meşəlik, meşə, meşəbəyi. Meşəbəyi sözü quruluşca mürəkkəbdir və mürəkkəb sözlər eyni köklü ola bilməz. Meşədəki. Burada meşəbəyi ardıcıllığı pozdu. Qorxmaqdan qorxu, qorxulu. Qorxmaqdan qorxutmaq, qorxmaqdan qorxunc. Hər üç sözdə sözün kökü qorxmaq feilidir
və hər üçündə leksik şəkilçi var. Deməli, eyni köklü sözlərdir. Cavab D variantı. Tərkibində bir leksik, iki qrammatik şəkilçi var. Feildən düzəlmiş feildir. Yazışırlar, yazmaqdan yazışmaq, yazışırlar. Deməli, bir leksik, iki qrammatik var. Bunu saxlayıram hələ ki. Sınağımız, sınamaqdan sınaq, sınağımız. Burada bir leksik, bir qrammatik var. B-ni çıxıram. Döyüşkəndir, döyməkdən döyüş, döyüşkəndir. İki leksik, bir qrammatik var. C-ni çıxıram. Otluqdadır, ot, otluqdadır. Burada bir leksik, iki qrammatik var. Bunu saxlayıram. Deməli, ya A-dır, ya da D-dir. Bir leksik, iki qrammatik şəkilçi var. İlk şərtdir. Feildən düzəlmiş feil olsun. Otluqdadır, isimdir. Və isimdən düzəlib. Ona görə D variantını götürə bilmirəm. Yazışırlar, yazmaq feilindən düzəlib. Yazmaqdan yazışmaq. Deməli, A variantı tamamilə uyğundur. 13. Hansı cümlədə mürəkkəb sözün yazılışında səhvə yol verilmişdir? Uşaqlar qaça-qaça bağdan çiyələ yığmağı getdilər. Qaça-qaça defislə yazılmalıdır. Burada elə səhvə yol verilib. Üstü örtülü danışırsan, heç nə başa düşmürəm. Üstü örtülü və heç nə sözləridir. Bunlar doğru yazılıb. Bu torpağın göy-göyərtisi daha dadlı olur. Dadlı olmaq, göy-göyərti doğru yazılıb. Bu hadisələrə kör-köranə şahidlik edirik. Doğru yazılıb. Buradakı mürəkkəb sözlər də səhv harda yazıldı? Qaça-qaça ifadəsində cavab A variantı. 14. Kökü düzgün göstərilməyən sözləri müəyyən edin. Naşükürlüyün kökü şükürdür, na ön şəkilçidir. Baxın, burada naşükür göstərilib. Deməli, bu səhvdir. Sahibkarlıq, sahib kök, karlıq leksikdir, düz göstərilib. Antivirus, virus kökdür, anti ön şəkilçidir, doğru göstərilib. Səmimiyyət, səmimi kökdür, iyyət şəkilçi düz göstərilib. Yoxuşlar sözünün kökü yoxuşdur, yox deyil, bu səhv göstərilib. Deməli, 1 və 5 səhv göstərilib, cavab B variantı. Və 15-ci sual. Şəkilçilər sözə nəyə əsasən artırılır? Sözün son hecasındakı saitə uyğun olaraq, sözün son hecasındakı samitə uyğun olaraq, sözün kökündəki son hecadakı saitə uyğun olaraq, sözün başlanğıc formasındakı son saitə uyğun olaraq. Təbii ki, saitlər, yəni şəkilçilər, saitlərə müvafiq artırılır və sözün ən sonuncu hecasına əsasən artırılır. Və məsələn deyirəm ki, kitab. Kitab sözündə bir dənə incə sait var, bir dənə də qalın sait var və mən buna cəm şəkilçisi artırmaq istəyirəm. Cəm də həm lardır, həm də lərdir. Mən buna kitablər deyə bilmirəm. Niyə? Çünki sonuncu A qalındır və sonuncuya görə mən lar deyirəm. Ona görə bir sözün son hecasındakı saitə uyğun olaraq artırılır. Cavabımız olacaq burada A variantı. Dəyərli izləyicilər, bu video ilə KSG 3 5-ci siniflər üçün A variantının izahını yekunlaşdırırıq. Siz də kanalımıza abunə olaraq bundan sonra paylaşacaq videolardan davamlı olaraq faydalanıla bilərsiniz. Videolarımızı bəyənib paylaşmağı unutmayın. Dərslərimiz haqqında ətraflı məlumat əldə etmək istəyənlər 055 418 82 02 telefon nömrələri ilə bizimlə əlaqə saxlaya bilər. Sağ olun, növbəti izahlarda görüşərik.